Mən Sumqayıt şəhər sakiniyəm, Şəfiyev Ceyhun. Sumqayıt şəhərində 22 saylı orta məktəbdə gözətçi işləyirəm. Mən bu Səfərova Tahirə Aslan qızından 22 saylı orta məktəbin direktorundan şikayət eləmişdim və onun qanunsuz əməllərini, məktəbi talamağını, məktəbi pis günə qoymağını, tələbələri təhsil verməməklərini işıqlandırmışdım. Onlar da mənə bir şər atdılar. 93 nəfər də Azərbaycan təhsilinə xəyanət eləyən, onlara müəllim deməyə dilim gəlmir, onlara müəllim adına böyük ləkə yaxıblar. 93 nəfər də gəlib müxtəlif şərlərlə mənim əleyhimə ərizə yazıblar. Yəni, halbuki onlara mənim pisliyim dəyməyib. Onların içindən elə adamlar var ki, Gülzar kimi, nə bilim, o birisi bu birisi kimi ki, Səfərova Tahirə onları məktəbi onlara icarəyə verib. Yəni, onlardan məşğələ keçməyinə aylıq pul qarşılığında icarəyə verib. İndi bu 93 nəfərin içində idman müəllimləri var. Orada Rauf var, Rauf var. O Rauf mənə elçim var. 3 metrə boyu var o elçinin. Orada Yahyayev Malik var ki, o Qıvam müəllimin dövründə o idman müəllimi idi. Sonra onu Səfərova Tahirə gələndə gətirdi, zavuz qoydu. İndi keçirdib çörəyin ən bol yerinə həmkarlara sədr. Yəni, anlayanlar anlayır, mən dövlətə səslənirəm. Bu ağılsız ifadə sahibləri dövlət qanunları qarşısında cavab verəcəklər. Ağılsız, yəni şəratan, o, nə bilim, diplomu olaraq kim verib, mən başa düşə bilmirəm. Bunların savadı yoxdur, savadsız adamlardır bunlar. Gəliblər, indi burada yalancı şahidlik eləyiblər. Özdə bütün olan şahidlik şeylərini oxudublar mənə. Orada həmən o Raufun qardaşı qızı Fəxriyə fəhlə kimi işləyir. Amma onun pulunu alıb deyəsən, ya necəsə hörmətə götürüb işə, necəsə yaxınlıq əlaqəsi iləmi, rüşvətləmi, necəsə işə götürüb Səfərovanın qapısının ağzında kofe içir. Amma onun yerinə fəhləliyi də oranın müəllimi var, o Vəsilə var orada, qardirobu güya, bir dənə qardirobu təmizləyir, ayda 400 manat maaş alır dövlətdən. Amma qardirobu